Makaron, katlet. Spiral makaron. Spiral makaron və katlet. Katletdəki quyruqla. Quyruqla da bilirsiniz ki, katlet pişirəndə sanki lülədadır. Təbii ki, soğan da duz, istiot, ətin içindən söhbət gedir. Ondan sonra mən biraz qatıram ədviyyatlardan darçın, zəncəfir və xmeli, sumeli. Və təbii ki, yeməyi yedizdirən turşularımız. Mən bunun üzərindən istəyirəm acı ketçup qatın. Məhz acı bayat ondan. Bu da qaçdı o tərəfdən. Bu da qaçdı o tərəfdən. Bir saniyə. Acı ketçup məndən qaçmaq istədi. Amma hara qaçacaq? Yenə də mən bunu tutdum. Acı sevirəm deyəm, əzizlərim. Özü bu çox acıdır. O çili souslar falan da var. O bunu gəlir acı deyil. Əslində mayonezlə başqa hər hansı bir şirin ketçupla qarışdırmaq olar. Sadəcə mən şirin ketçup sevmirəm deyə xoşlayıram acı olsun. Makaron da ki, əziz dostlar, adam var, qazanda su qoyur. Su qaynayanda, yəni duz tökür suyun içinə. Makaronları tökür suya. Ondan sonra pişəndən sonra aş düzəndən süzür. Mən elə eləmirəm. Mən elə çox dərin olmayan bir tava götürürəm. Biraz yağ tökürəm tavanın dibinə. Biraz qızır. Həmin o tavanın içinə sarı kök biraz. Duz tökmürəm. Niyə? Makaronlardan söhbət gedir. Çünki mən bunu pişirəndə belə roltonun ədviyyatları var. Onun da içində duzu var artıq. Bulyon üçün. Onu əlavə etdiyim üçün artıq duz tökmürəm. Çünki aşırı duz olar. Yemək olmaz. Və salam. Qaynar suyu dolduram üstünə çıxana kimi. O şəkildə bunu pişirəm. Artıq suyu azaldıqca qaynara düşəndə baxırsan, pişibsə əlavə eləmə ehtiyacı yox. Yox, pişməyibsə bir balaca yenə artıq belə gözlə görmüş olacaqsınız. Pişməyibsə əlavə eləyə bilərsiniz. Katletdəki dana əti, quyruq, soğan və bayaq dediyim kimi duz, istiot, sarı kök də qatmaq olar. Biraz da qatıram. Xmeli, sumeli, darçınla, zəncəfir tozları ilə bir yerdə. Gözəl yeməkdir makaron. Bəzən bir də görürsünüz kimsə lağlağı deyər. Makaron kasıb yeməyidir. Makaron Allahın verdiyi ən gözəl nemətlərdən, qidalardan biridir. O lağlağı eləyənlər öz aləmində sadəcə yəqin ki, başlarında nasazlıq var deyə şəfaya ehtiyacı var. Mən də ancaq bunu yaxşılıq naminə deyə bilərəm ki, Allah cəmi xəstələrə şəfa versin. Hal-hazırda mənə yemək yeyənlərə hamınıza nuş olsun.